Birinci fakt. Dekabr 2025-ci il Şimal-Cənub dəhlizi tam gücü ilə çalışır. Hindistandan Rusiyaya mallar artıq Avropa İttifaqından 40 gün deyil, İrandan 15 günə keçir. Bu, 2 dəfə yarım vaxta qənaət etməklə yanaşı, ayda milyardlarla dollar qənaət etmək deməkdir. Bu sadəcə bir yol deyil, NATO donanması tərəfindən idarə edilən dəniz yollarına alternativ bir yoldur. İstifadəyə verildiyindən 3 ay sonra müharibə başlayır. İkinci fakt. 2023-cü il Həmədan. Geoloqlar Çilidən sonra dünyada ikinci ən böyük 8,5 milyon ton litium yatağı tapır. Bu, smartfonlar üçün 160 milyardı batareya və ya bütün Avropa avtomobili donanmasının elektrik enerjisinə tam keçidi üçün kifayətdir. Litium yeni neftdir. Litiumu idarə edən şəxs nəqliyyatın, rabitənin və enerjinin gələcəyinə nəzarət edir. Yatağın kəşfindən 2 il sonra müharibə başlayır. Üçüncü fakt. ABŞ-ın milli borcu 38 trilyon dollardır. Bu borcun faizi 1 trilyon yarım dolların itirilməsi deməkdir. Bu, 1 il 2 Pentagon büdcəsidir. Sistem müflisdir. Danışıqlar aparılacaq heç kim yoxdur. Çin bağışlamayacaq. Yaponiya heç nəyi həll etməyəcək. Fondlar mənfəət tələb edir. Riyazi hesablamalar ölüb. Yeganə çıxış yolu isə lövhəni çevirməkdir. Müharibə borcları silir. Force major və müharibə başlayır. Siz baş verən hadisələri görürsünüzmü? Bu 3 fakt təsadüfi hadisə deyil. Bunlar bir qərar üçün 3 səbəbdir. Yeni ticarət yolu, logistika inhisarının təhlükəsi, strateji resursun nəhəng ehtiyatları, ödənilə bilməyən 38 trilyon borc. Motiv. Mən demirəm ki, kimsə oturub, kağız üzərində plan qurub. Bu şəkildə işləmir. Fərqli işləyir. Sistem şərait yaradır. Elitalar fürsət görür, mexanizm işə salınır və hər 3 amil bir nöqtədə bir araya gəlir. 2026-cı ilin martı. İran faktı. İraqa baxın. 2003. Colin Powell BMT-də sınaq borusunu silkələyir. Kütləvi silahlar, dağıntı. Ölkə yer üzündən silinir. Silahlar tapılmır. Amma neft yataqları qərb korporasiyalarının nəzarəti altına keçir. 2011-ci il Liviyaya baxın. Qəddafi diktatordur. Xalqı xilas etməliyik. Onlar Qəddafini bombalayır və öldürürlər. Ölkə hələ də xarabalıqdadır. Səbəb, Qəddafinin qızılla dəstəklənən Afrika valyutası, dollara alternativ olan qızıl dinar yaratmaq istəməsi. Plan elan edildikdən 6 ay sonra inqilab başlayır. Eyni köhnə hekayə. Müharibə üçün bir səbəb tapıldı. Mediada bombardımanlar təşkil edib resursları əlimizdən alırlar və hər dəfədə bizə deyirlər ki, bu sizin təhlükəsizliyiniz üçündür. İndi sual budur ki, metod 2 dəfə işləyibsə, niyə 3-cü dəfə işləməsin? Ən əsası, adi insanları, səni, məni bu qırğını dəstəkləməyə necə vadar etsinlər? Cavab sadədir. Təhlükəni televizordan deyil, real evinizə gəlməsi. Şəxsən qorxmalısınız. 2026-cı ilin fevralı. İrandakı əməliyyatdan bir ay əvvəl qlobal bank sisteminin uğursuzluğu. Səhər yuxudan oyanırsınız, bank tətbiqinizi açırsınız, balansınız yüklənmir, mağazada kartınızla ödəniş edə bilmirsiniz, terminal işləmir, banka zəng edirsiniz və avtomatlaşdırılmış cavab alırsınız. 3 gündür ki, sistemə daxil ola bilmirsiniz və əliniz pulunuza çatmır. Bankomatlarda panik növbələr, mağazalarda dava dalaş və sonra kiberhücumla bağlı rəsmi açıqlama.